Bazarı buraxıblar başlı başına. Deyirlər gedin özün kim hansı havanı istəyir onu çalır. Onu çalır. Özünüz tənzimləyin də. Özünüz tənzimləyin. Bazarda o qədər bir məhsulun çeşidi çoxdur ki, yəni adam başını itirir. Məsələn, gedirsən keramogranit almağa, deyir arxası qırmızı rəngdə olanını alma, sumqayıt istehsalı, onlar biraz zəifdir. Bilmirsən ha əslində həqiqət nədir. Yəni satıcı nə deyirsə sən də ona inanırsan da, çünki bu sahəni bilməyən adamsan. Alıcılar hamısı fərqli-fərqli sahələrdə işləyən adamlardır. Və ya kubiki gedirsən almağa, alıb gətirirsən, usta deyir ki, "Ay bu ağır kubikdir, mən bunu baha hörürəm." Elə bir fakt da var da, yəni usta kubikin ağırlığına görə iş görür. Və ya hansısa bir taxtanı alırsan, ha bu Belarusiya istehsalıdır, bu yaxşı deyil. Bu Rusiya istehsalıdır. Kim nə satırsa təbii ki onu tərifləyir də. Qalırsan belə bazarda başını itirirsən ki, mən kimə inanım? Mən nə alım? Nə alım? Hər dəfə də alacağın şey üçün özünlə bir usta apara bilmirsən. Yəni hər dəfə aldığın tək gedirsən və dediyim kimi də, yəni sən o sahənin satıcısı deyilsən, mütəxəssisi deyilsən, hamıda fərqli-fərqli belə deyim, variantlar deyir. Bilmirsən kimə inanasan, qalırsan belə. Onun üçün də yəni düzdür, var tikinti materiallarının keyfiyyətinə nəzarət edən qurum var ölkəmizdə də. Amma mən elə fikirləşirəm ki, yaxşı olar ki, o nəzarəti daha da artırardılar. Çünki bununla bağlı əksər insanlar həqiqətən problem yaşayır. Yəni bazarı buraxıblar başlı başına. Deyirlər gedin özün kim hansı havanı istəyir onu çalır. Onu çalır. Özünüz tənzimləyin də. Özünüz tənzimləyin.